Bugünkü müsahibimiz fiziki qüsurlu Coşqun Allahverdiyevdir. Coşqunun acı həyat hekayəsini öz dilindən eşidəcəksiniz. Coşqun, neçə yaşın var? 54 yaşım var. Dayandığımız bu Dərnəgül ərazisidir. Ha, bəli. Bu taxta bazarıdır. Neçənci ildən burada yaşayırsan? 72-ci ildir. 72-ci ildə özün dünyaya gəlmisən. Valideynlərin bəs? Ha, valideynlərim 54-dən buradadılar. 54-də bura köçüblər, yoxsa elə burada? Ha, köçüblər də burada ev alıblar ki, rayondan gəlib. Hansı rayondan? Oğuzdan. Oğuzdan gəlirlər. Oğuzdan atam gəlib. Burada ev alır. Ailə üzvlərin, həyat yoldaşın, övladların var? Bir dənə oğlum var, yoldaşım da gördü, qabaq Oğuzdan keçdi, getdi və Oğuzun balaca uşaqdır, mənim oğlumdur. Vaqif deyən oğlumdur. Bacın, qardaşın? Yox, bu qardaşlarım var, bacım yox. Neçə qardaş? 8 qardaş. Onun biri rəhmətə gedib, 7 qardaş qalmış. 7 qardaş. Bəs ata-ana? Anam, atam da rəhmətə gedib. Allah rəhmət eləsin. Biri 2004-də gedib, biri 2022-ci ildə gedib. Coşqun, mənə dedilər ki, sənin belə deyə acı həyat hekayən var. Özün də əziyyətlə belə pul qazansan, zəhmətlə işləyirsən, Bəli. işçi kimi çalışırsan. Bilsən, nətər deyir, başıma yatmağa gedirəm və yəni bu problemlərdən uzaq gedirəm ki, yəni bir şey olmasın. Sən fəhlə kimi çalışırsan da tikintidə falan, yoxsa necə? O belə də, yəni həyat evlərində nə olacaq, kasıb adamlardılar. Yəni biri verə bilir, biri verə bilmir. Dolanışığa bəs eləyir, özün də birinci qrup bildiyim qədərilə əlilliyin var. Hə, Mavinat alırsan da, hə. mavinat alırsan. Yəni 550 manat. 550 manat Hə, olur. yəni o da çatmır. Həyat yoldaşın işləyir, oğlun az yaşlıdır, yeniyetmədir, hə. çalışmır təbii ki. Hə, o da şeydir, nə deyim, 14 yaşı var, heç 18 yaşı tamam. Yoldaşın amma işləmir. Yox, yox, yox. Heç. O da biraz əsəb adamdır. Biraz avariya düşüb, travma alıbdır çənəsindən. Ona görə Coşqun, sənin əlilliyin fiziki qüsuruna görə, o anadan gəlmədi səndə? hə. Anadan gəlmədi. Hə, həm də gözdən də. Zəif görür, yoxsa ümumiyyətlə? Hə, bir metr məsafəni var bura. Bu qapıya kimi biraz belə görür. Və belə deyək də, bir qardaşın rəhmətə gedib, 7 qardaşsız, 6 qardaşın var. Onlar sənə dəstək olurlar, kömək olurlar. Yox, bir dənə o rəhmətli idi. Oradakı hökumət adamı. Amma bildiyim qədərilə eyni həyətdə yaşayırsınız. Baxa bilərik, yavaş-yavaş gəzə-gəzə elə belə gedək. Problemdir. Problem nədəndir ki? Problem budur ki, qardaşım o anamın otağını vermir mənə, qazı kəsib ora. Mən istəyir, qazımı hamısı qonşu verir. Adam da utanır ki, nə qədər qonşunun qapısına gedərlər. Niyə, o nədəndir ki? Yəni qardaşsız, hamısı Yəni deyir ki, sözün qısası, sən mənə xahiş eləməlisən. Mən niyə görə sənə xahiş eləməliyim ki? Mənim atamın evidir, mənim atamın mülküdür. Mən niyə səndən xahiş eləməliyim? Mən bax, bir dənə çatmır mənə bu söz. Mən ona görə qalmışam, qazımı kəsiblər, mən onu gələ bilməm. Nə vaxta ki, mənə qonşular qaz verməlidir, nə vaxta ki, istisu verməlidir, onlar da pul ödəyirlər. Mənim dədəmə borcu yoxdur ki. Bir dənə qardaşımla şikayətdən istəməm. O qardaşlar, o rəhmətli qardaş ki, yoxdursa, onların heç biri yoxdur. Coşqun, belə deyək, yəni bir nəfər birdən belə nəyə görə 6 qardaşa pis oldu? 6-sı da heç biri sənin. Yəni, nəyə görə pisdir? Yəni, bir dənə adamın ipini yığa bilmirlər. Yığa bilmirlər. Ona görə nifrət edirəm. Niyə, vəzifə sahibidir, yoxsa? Dəliyəm, mən beləyəm. Ev mənim də, eşik mənim də, mən bilərəm. Sən kimsən? Xoşun yanına çıx git. O biri qardaşlar heç nə demir? Heç nə deyir. Onlar da deyir ki, abalam, lazımdır, belədir, ayıbdır. Hamısı, bütün qonşular, hamısı eşidir, hamısı təkilişiblər ki, biz sizin nə borcunuzdur? 4 ildir, 5 ildir bu istisiyir. İndi biz nə zamanda yaşayır ki, kimsə qapısında kesin üzülürsün, hamamında kimsin. Qardaşın görək evdədir, yoxsa evdə deyil, bəlkə özümüzə bir cəhd eləyək. Özünü çəkin, mən sizi göstərdim ki, baxın, avtomatdan mənim işığıma ayırır. Ki, qoy mənə xahiş eləsin.
gələnlər də hamısı mantolları qaçırdı. Coşqun, sənə bir şey deyim. Sən belə deyim, uşaqlıqdan səndə bu fiziki qüsur var da, anadan gəlmədi. Anadan gəlmədi. Onun heç cürə müalicəsi falan olmayıb. Müalicəsini deyəndə ki, 2 dəfə müalicə elətdirmişəm. Bizim hörmətli Vaqif gələnlərlə eləyib ona. Təəssüf ki, 3-cü etapa gedəmirəm. Yəni, ürəyim zəifdir, qanaxma da çoxdur. Həyatımla vidalaşa bilərəm. Hə, ona görə. Ona görə qoymaram. Yəni, sağ olsun, yəni dəstək olurlar. Yəni, pulumu da verirlər, əməliyyatımı da verirlər. Yəni, axşam da bir professorla da söhbətimiz olur. Yəni, bütün insanlar qalxıb bu haqq-hesaba görə. Amma, yəni, həkimlər deyirlər ki, həyatı təhlükən var da, ola bilər ki. Bəli. Coşqun, sən belə təhsilin olub, başqa yerdə işləmirsən, hər hansı bir işdə, yəni bu vaxta qədər, yoxsa işləməmirsən? Yox, qabaq da işləmişəm. Yəni, 12 yaşından mən zülüm çəkmişəm. Hamısı da yenə də deyirəm, hamısı da Allah şahiddir. 12 yaşından mən, məsələn, axıran işləmişəm, fəhlə işləmişəm, zülüm çəkmişəm. Yəni, istədiyimi əldə eləmişəm. Yəni, mən üçün heç nə eləmirəm. Nə olsun, bir dənə dünyaya gətiriblər, istədiyimi eləyə bilmirəm. İstədiyim istəklərimi əldə eləyə bilməmişəm. Həmişə ayağımdan çəkiblər. Sənin fiziki qüsuruna görə sənə təzyiqlər olub, yoxsa necə məsələn? Qonşular necə qarşılayır, qohumlar necə qarşılayır? Yaxşı. Kənardan nəsə demirlər ki, belə xətrvə deyilsinlər, eləsin. Yox, bilirsən, bəzi var ki, məsələn, onu da qınamaq olmur ki, bilirsən, tanımırlar, görməyiblər, birdən-birə qorxurlar. Yəni, mən istəyirəm ki, mən 54 ildir insanların içinə çıxmamışam. Yəni, bu valideynlərimin ucubatındandır. Mən bugünkü gündə əziyyət çəkirəm. İndi də bir dənə siz tanıdınız, Rogiya xanım bunu mənimlə söhbət elədi ki, sən belə olmamalısın, sən niyə insanlardan qaçırsan? Hamı səni sevməlidir. Biri mənə deyir ki, o insandır, yoxsa o heyvandır. Hamı onun üstünə qalxdılar ki, sən düzləmsən. O adamı da təhqir elədilər. Özün belə harasa gedəndə eləyəndə ictimai nəqliyyatdan istifadə edirsən, yoxsa necə? Eləyirəm, metroya girirəm, məsələn, avtobusa girirəm, yəni ki, eləyirəm. Yəni, biraz nisbətən, yəni, o yayınmandan sonra bütün dünya tanınandan sonra biraz insanlar, biraz necə deyim, biraz panetkalı kimi olublar. Yəni, biraz... Qəbul edirlər. Hə, biraz təbii elə olublar da, yavaş-yavaş, məsələn, başı çıxmayanlar, bilməyənlər, görürsən, yaxınlaşırlar ki, ay dayı, ay əmri, ay sıqqı, sən niyə belə olmuşsan, vallahi ürəyəm ağrıyır sənə, nəsə bir ehtiyacın var, deyirəm, vallahi, heç deyə də bilmirəm. Yəni, görürsən, o özü nəsə bir hərəkət edir. Prosta cəmiyyətdən uzaq getmişəm də, İndi də çalışıram ki, onları yığam özümə tərəf, kontakt yaradam mən, amma bacara bilmirəm. Gözəl qonşularım da hər tərəfdən mənə dəstək olurlar. Hə, salam aleyküm. Qonşusunuz. Hamamımız budur. Öyle yarı-yarım çıxdı, bizdə biraz kəsi var da, yəni yoldaşım. Hə, sizin hamam oradadır. Hə, bax orada. Allah'a and olsun. Neçə ildir belə az-azacıq deyil. 13 ildən çoxdur, nə bilim, 14 ildir. Bunlar ailə quranlanmamışır. Gəlirlər bizdə elə bir də yuyunurlar. İndi o da balaca oğlum da biraz əsəbidir. Bax, hər dəfə gəlir, deyir, yox, da bəsdir də, deyir, da bəsdir də. Mən cana gəldim. Mən vururam ağzına, deyirəm, başına dönüm, qurban olum, sən Allah, yazıqdır. Ay bala, adam pisliyi eləməz. İndi mənim də ürəyim yuxadır da. Özü də qonşular belə toplaşıb bir cəhd eləmişsiniz, danışasınız qardaşı ilə, deyəsiniz. Danışıblar, çox danışıblar. Hamısı da. Nə deyirsiniz? Bilirsən, evin böyüyü yoxdur. Evin nə atası var, nə anası var. Ata-ana olmadı, cavan uşaqlar da onlar hamı. Adamın yazığı gəlir. İndi su nədir ki, köməkdarlıq eləyin, çəkin. Elə bizə də yaxşı olsun, yəni. İndi onların özü də utanırlar da, yazıq indi hara geçsin. Adamın yazığı gəlir. Suyun dalınca da bura gəlirsiniz, su da gəlmir ümumiyyətlə, hə?
qabaq idi, qabaqda suya da bura. Hə, qabaq. İndi hə, su gəlir, amma çimməyə tuş Suyu da gəlir. Allah'a and olsun bizim qapıdan gəlir. Kimdən soruşsan deyər Hə, o. o su da Bana kəsilmiş. gəlini düzdü qoşdu. Biz gələndə dedim ki, eyb yoxdur. Qardaşlar, Raskoy mənim ünvanım bunu deyir. Mən də deyirəm, 14 ildir xalqın qapısına su götürüb gəldim. Gəlin günüm bizim. Bilmirəm, o Ayıb olsun. Sən deyirəm. Gəlin çağırma soruşun. Dəfələrlə gəlmişəm, yemək bişirmişəm qazların üstündə. Soruşun, əgər yalan deyirsə qardaş, amma mənə çox burada gələ. Mən istəmədim cəmaətin yanında mən deyim ki, xalq azdıramırlar, o elə deyib, mən də deyirəm. Bütün çağır gəlinləri yığın bura görün. Mən yeməyi harda gedib Oğlu var. Hamısı onlar. Uşaq adamın yazığı gəlir. Mən özüm öldürürəm ki, sən Allah bax xətrinə dəyməyin. Qoyun gəlsin, suduza götürsün. Pulu mən verəcəm. Gəl Ha, gedək bax coşun belə. içəri. Buyur. Ha, can. Gəl. Can. Coşun, bu sənin ata-baba evindir, düzü. Bəli. Ümumi bunu tikmişsiniz o vaxtı. Ha, atamla mən əziyyət çəkmişəm. Bu evləri, zadı, daşını, kubikini mən daşımışam. 89-cu ildə orada tarixi var. Yəni mən indi belə gəlin məsələ ailə həyatı qurulmuşam, yəni rahatçılığım olub, imkan indi Xanım, yoldaşın, həyat yoldaşın qohumdur yoxsa? Yox, yox. O dağlı qızadır. Bax bu indi burada çox mənzillər var. Görürəm ikinci mərtəbədə var, Ha. burada da qapılar. Bunlar kimindir? Və o da olsun, orada balaca qardaşım olur. Burada da ki, həmən o dedim o vicdansız qardaşım Hə, Ceyhun o olur. yuxarı evdə. Ha. İkinci mərtəbədə. Bu sənin evindir. Hə, bəli, baxın. Baxın, görün ki, hansı qeyrətli Salam qardaş bir dənə belə qardaş balasını bu otaqda Ha, saxladı. bir otaq, hə, bundan Hə? ibarətdir. Baxın, baxın, bütün göstərin. Bax, bu da mənim yoldaşım. Yəni, bir dənə düşman Bir qızı də mən deyirəm, yəni burada. sizin də həyat yoldaşısınız. Mən deyirəm, yəni 6 qardaş indi var da, həyatdadır. Yox. Yəni deyirəm 6-sı da belə deyirəm, nəyə görə birdən-birə siz hamı üçün pis olmusunuz da. Deyir o bir Yoxdur, qardaş, baş var dənə. Heç biri bu insanı itini yığa bilmir. Özünü təmizə çıxardır. Mən nə istəyirəm, onu da eləyirəm. Bir dənə evi çəkək, həqiqətən. Mənə deyir, arvad ağızsa. Mən bir Bir göstərim dənə sən çək xəyal. Kimdir arvad ağız? Xəyal çək ki, bir dənə soyuducudur. Baxın, baxın. Buramıza Allah söyləsə, bax bu qız da bilir. Bütün insanlar köməklə bu evi remont eləmişik. Baxın, nə qoxunan var, nə bir şey. Burada otururam, burada Hamısı yatıram. elə bir otaqdan Ha, ibarətdir. baxın, oranı da bağlıyıq. Bax, bağlıyıq. Bu boydan ev olar, mən bu boydan otaqda qalam. Əziyyətini də mən çəkmişəm. Bunu sonradan tikib əlavə eləmisiniz, yoxsa? Yox, arada həyat 89-cu ildə Adınız hamısı necədir? tikilib. Səriyə. Səriyə xanım. Gəlin gələndə qardaş, mən bu otağa gəlmişəm. Hə, bu otağa. Bəli. Onda qaynata sağ idi. Qaynanam çağırır. O da heç bir müdaxilə elə bilmirdi övladlarına, digər oğlanlarına ki, yəni bu Hələ o elədi. şəraitsizlik. Hələ o elədi. Rəhmətli o elədi hamısını. O elədi. Onun ayağına gəlirən oldu. Bu da elədi. Mənim bax cibimdən zaks kağızıma da, mitilkamı da hamısını bu götürdürdü mənim cibimdən. Takib etdərini də. O O ailəlidir yaşa. də. Ailəli, amma sözü demək də düzgün deyildi. Yəni, Çaşqama bu belinə vurdular. olmaz. Eşələri də qayıdın. Bəs Yəni deyirəm ki, hamamı deyir ki, ora hamam otağıdır. qaldıracam mən bura. Oranı çək zəhmət. O hamam otağı bağlıdır bura, açıqdır. Bu hamam otağıdır. Deyir hamam otaqdır. Bəs dedi hamam otağı. Hamam otağı yanır. Ha? Hamam otağı. Hamam otağınız Yox, var. hamam oradır. Ümumidir o da. Ha, orada nə istosu var, nə bir şey. İmkanın yoxdur. Bax, imkanın yoxdur. Hamısı onu zibirləridir. Bax, hamısı onu Neydi? qoxmandır, mətbəx. imkanın yoxdur. Cəbdən bax. Ha, bura sən əvvəl mətbəxin olub, indi öz əşyalarını götür ha. Ha, hamısı onu zibirləridir. Sen prosta bir daha suyu az göre yanır, yanmır. Hə, orada var. Suyu kokta, Bax, yəni bu bağlı suyu az, suyu. Suyu açmaq üçün şey lazımdır. suyu Nə? bağlı. Kran. Hə, krant yoxdur, hə. Baxıdır. Gözü təmizləyiniz bax. Tam da şey deyəmirəm, necə deyim. Hətta yoxlayırsınız ki, isti su gəlir, gəlmir onu. Bir iki dəfə yoxlanıb. Hə. Tutulan əmi yoxlayıb da. Hə.
İndi necə deyim, görürlər ki, yanmayıb Allah gəlir. saxlasın, oğlum da. Yanmayıb yəni. O atamı görürkən yalan danışır. Yəni də sönüb yəni deyirlər ki, xarabdır. Gətir qoy. Hə, yoxlayıblar, deyiblər ki, işləmir, xarabdır. Ha, ona görə. Bir iki adamcaq gəlib. Sonra bu ayağının orada şey olmalıdır. Ya avtofasını o balaca qədəsin belə. Şey olmalıdır. Hansın bu? Demək orada var. Onun içindəki rezinkasını itirib, yəni tapılmadı, yəni onu dəyişənmədi, xarab oldu, zadələnib. Onun adı ilə əmin düşdü, onu da nəsə qurtaladı. Suyumu da ad demək, yaxşı adamlar çəkdirir. O sizə aid olan hamam otağı. Onlar da evin içindədir. Ha. Onunki oradadır. Yəni həyətə yer çıxır. İndi bu qardaş da yoxdur, o qardaş da yox. İşdədirlər onlar, yoxsa Aya, o işləmir. evdədir? O biraz başı çönür. Belə yəni insanla təmasda olur, biz soruşaq bir. Xəstədir o da. Hə, özü cavabı tək yaşayır özü. Ailəsi falan yoxdur. Yox. Hə, ailəsi yox. Onu da Üstə qalxaq bir onu görək. da öldürən budur. Adı nədir bu qardaşınızın? Bu qardaşınızın adı nədir? Ceyhun. Ceyhun. Ceyhun Beygildə kimsə var? Açmayacaq. O onsuz da açmayacaq. O bilir olsun. O bilir, o arvadı. Sakitdir, nə oldu? Açan yoxdur. Salam əleykum. Ceyhun bəy yoxdur evdə? Yoxdur. İşlədi, gec gələ. Ana rəşk. Bu qardaşla bağlı biraz problemləri səralıb sizə, qohumdur da sizə. O mənim qardaşım, yoldaşımın qardaşıdır. Mən elə şeyləri həmişə qarışmıram. Mən buradan sonra məncə o uşağı aparmıram. Yalan danışır. O yalan danışır. O qardaş, o çox yalan danışır. Bir evdə deyil. Coşun, bir dənə sakit ol, bir dənə sənin qardaşınla danışaq. Coşun. Bir dənə qardaşınla danışaq. Sakit, xahiş elə. Bir dənə sakit mən danışım da. Coşun, bir dəqiqə sən danışma, bir dənə xahiş elə. Alo, salam əleykum. Aleykümselam. Ceyhun bəydir. Bəli. Ceyhun bəy sizi anardı narahat eləyir. Astar TV YouTube kanalından narahat eləyirəm mən sizi. Eşidirəm. Ceyhun bəy, biz sizin bu qardaşınızla bağlı çəkiliş edirdik, Coşqun bəy ilə bağlı. Sadəcə bir xahiş eləmək istəyirdim. Dedi, mənim burada qaz problemim var, nəsə biraz aralarımıza söz-söhbətdir. Biz əgər əlavə sayğac quraşdırsaq, qaz xətti çəkə bilərim ya, heç olmasa sizin qardaşınızdır. Yəni ki, bilmirəm. Yo, olmadı ya qardaş, o şeydir, o xəstə adamdır. Xəstə sən arvadındır. Bir dəqiqə, sakit Coşqun, sakit. İndi siz özünüz görmürsünüz o nətər. Coşqun, xahiş elə. O dokumental xəstə uşaqdır. Siz ona başqa Xəstə. Prosta Xəstə yemək sən. falan pişirməyə görə mən deyirəm də. Yəni yeməyini pişir. başıma dönüm, aşağıda Şərəfsiz. buyurdum, patlaş eləyim. Mən olsa şantaj eləyəcəm sən. Qardaşım gəlib onun qabağını alır. Qazı açıq qoyub gedirlər. Arvadı da, özü də bir xəstə adamlardır. Danışıqlarına baxın da qadına. Özünə müdafiə Mən edin. deməyə ehtiyacı yox. Olmaz ki, bəlkə Ona görə qazları bir dənə 2 minutka açıqdır o hamal. Qoymuşam, o da bilirəm ki şeydir. Özü avtomatik sönür. Patlayışa qorxulu yoxdur. hamamda yəni Amma qalan şeylərə yox. Anam rəhmət eləsin. Anamla mən idarə edirdi evi. Allah rəhmət eləsin. Anam rəhmət edəndən sonra tək idarə edirəm. İndi ona gedib su çəkib görürsən həyəti nə günə qoyub. Mən hələ bilmirəm. O hamam tualeti görün nə günə qoyub. Ay yenə də bilmirəm. Deyirəm bu xəstə uşaqlar nə edirlər eləsin. Mənim evimə qonaq gəlmir qardaş. Mən utanıram kimisə evimə qonaq çağırır. Sən hələ başını soxacam. Coşqun, çəkiliş gedir. Bax, xahiş eləm, sən özün də qeyri-adekvat suallar vermə, cavablar vermə yenə. Ceyhun bəy, belə deyək, sadəcə bu elektriklə filanla bunların yemək bişirilməsində filan bilmirəm də mən indi Elektrik, ahidə olan xəttdir. Bəli. Anam o vaxt elektrik, mən özüm üçün əvvəl məndə qaz yox idi. Bəli. Ona görə mən hər şeyi özüm o vaxtı tokla işlədirdim. Amma qazı suyu məndən idi. İndi təzəlikcən o bağdıb töküb həyəti görürsünə abıra salıb. Suyu çəkib. Yenə də indi mən bu yandan suyu açsam, yenə su birləşik. Nə tər su çəkib bilmirəm. Ümumi gedir, yəni ümumi istifadə edir. İndi
Qazı da turşamayıb. Gəlib kimdənsə gedib orada internetdə bilmirəm nə yalvarır, nə cəmaət indi üzü yumşaqlıq eləyib, ona pul yardım eləyiblər. Mən də kamera ilə onları nəzarət edirəm. Uşağım da o iki uşağım var. Onlara görə mən xəsarət almaq istəmirəm. İndi neyim aparıb dəlxanaya soxmayacam ki, qardaşım. Ceyhun bəy, Aralanmışam, heç nəyə qarışmıram. Dağıdır, tökür həyəti. Viravan vəziyyətinə, o haman tualetə adam girgənir girmə. Ceyhun bəy, bu böyürdə otaq var, bağlı otaq. Bir nəysə bəlkə bir xahiş eləsək, nəsə oğlu böyüyür, 14 yaşı var. Bəlkə nəysə bir köməklik. Onlara, elə o evlərini də təzə remont edir. Gör nə günə salırlar. Nə günədir? Hələ siz gəlirdiniz, səhər başlayıblar təmizlik eləməyə. Siz ara günləri boş-boşuna gəlin, baxın onların vəziyyəti. Təşəkkür edirəm. Oldu. Sağ olasın. Çox sağ olun minnətdaram. Hamısı yalan söhbətdir. Hamısı yalan söhbətdir. Gəl bura Coşqun. Bu qazla bağlı təhlükəli nəsə belə məqam olub, deyir ki, yəni partlayış olacaqdı. Ha, qazı kim açıq qoyur? Bax o dəfələrlə qazı açıq qoyur. Mən bağlayıram. O qardaş. Mən evdə olmuram. O uşaq da evdə olmur. Ailəm də evdə olmur. O açıq qoyur. Hamısını ördədən, Coşqun, əsəbləşmə. onun balalarının ikisini də yetim qoyacam. Coşqun, olmaz o. Dədəsi Coşqun, işin var belə, işləyirsən, eləyirsən. işləyirəm. Hələ bunlar geçsin papaqlarını göyə açsın ki, mən gedib özüm öz başımı dolandır. Bu mənə çörək verəcək. Ha? Görürdüm, bir dənəsi oturmuşdu məndən babası. Ona çörək vermirdi. İndi bu mülk kimin adındadır belə deyək? La, Varis olaraq, vərəsi olaraq çıxarış heç kəsin. Havadadır. Və bilmirəm, altdan gedib nə iş görürlərsə onu bilmirəm mən. Əsəbləşmə, yəni övladın böyüyür, sən evladın yanında Verirsən elə nə aqressiv olma da. Verirsən də, özünü kişi sayır. Mənim atamın mülküdür. Mən əziyyət çəkmişəm qollarımla, bu daşları. Onun gözündən gəlsin ki, heç salamat oturmasın o qapıda. Hamısını sındıran o, bax odur. Mən evdə olmuram. Mən səhər gedərəm, axşam gəlirəm. Səhər gedərəm, axşam gəlirəm. Mən nə gecəm var, nə gündüzüm, nə yay bilmirəm, nə qış bilmirəm. Axşama kimi, baxın, əllərimlə. Gediblər, lazım gəlir, oturdum sizi. Gedin Babəkdə soruşun, deyin ki, Coşqun burada nə deyirsə, hamısı deyəcək ki, o burada zülüm çək. Axşama kimi 10 dənə arabanı da artıram. Hamı məhtəl qalır ki, bir insan 10 dənə arabanı bu nətər aparır? Bir dəfə 2 arabanı da artırır. Reportaj efirə hazırlandığı müddətdə Coşqunun qardaşı Ceyhun bəy mənimlə yenidən özü telefon əlaqəsi yaratdı. Danışığımız çox uzun çəkdi və nəticədə Ceyhun bəy Coşqunun qazdan istifadəsinə razılığını verdi. Məsələ bu səbəbdən də yenidən biz Coşqunun yaşadığı ünvana üz tutduq. Coşqun evdədir. Bizi gözləyib danışmışam, əvvəlcədən əlaqə saxlamışam. Bizim razılığımızda bir amma var. O amma nədən ibarətdir? Qardaşı çöldə qazın istifadəsinə icazə verir. Coşqun təkid eləyir ki, mən istəyirəm ki, bu hissədə mətbəx hissə eləyim özümə. Coşqun, mən sənə izah elədim durumu, sənə də telefonla danışdım. Qardaşın Ceyhun bəylə də danışmışam. İndi burada bir məsələ var ki, Ceyhun bəy sənin köynə istifadə elədiyin, bax bu qaz sobası dayandığı yerdə sən qazdan istifadəyə icazə verir və deyir, hamamda da deyir, duş qəbul eləsin, qazın istifadəsinə heç bir problem yoxdur, icazə verir. Amma sən təkid edirsən ki, həmin mətbəx hissədir, oranı mətbəx edəcəm, orada olsun. Heç cürə olmur, yəni ki, o da belə deyək, o da təkid edir ki, mən təhlükəsizliyə görə qorxuram orada olsun, istəyirəm göz qarşısında olsun ki, mən nəzarət edə bilim, çıxıb gedəndə bu həyətdən baxın. Mən işləməm, mən əvvəli burada o balaca qardaşım da istifadə edir, batırır eləyir, mən dəqiqə başı gələnəm. Mən istəyirəm orada olsun. Mən nəyə görə dedim, sadəcə sən bu zamana qədər buradan da istifadə edə bilməmsən. Mən dedim, ən azı sənin qazdan istifadə, qazla təminatın heç olmaq olsun. Bir də ki, belə deyək, sanitar qovşaqdan istifadə edə bilərsən. Bu formada isə mən yəni sonradan cəhd edib, bax, əlaqə saxlayıram. Alınarsa alınlar. Həşirəm danışmaq. Ceyhun bəy, salam aleyküm. Salam. Hər vaxtınız xeyir olsun. Anardı, necəsiz? Hər vaxtınız.
Çox gözəlsiniz. Yaxşı olasınız. Ceyhun bəy, baxın mən indi sizin həyətdəyəm, gəlmişəm. Coşqun da yanındadır, çəkilişdə gedir hal-hazırda. İndi gəlmişəm həyətə, bir də dedim aydınlıq gətirir. Sadəcə bir dənə məsələ bundan ibarətdir ki, siz çöldə istifadəsinə icazə verirsiniz qazdan. İndi Coşqun deyil, təkid edir ki, biraz soyuqdur. Belə deyək, yemək bişirə bilmirik. Həmçinin bu qazdan mənim digər qardaşım da istifadə eləyir bəzən. O yanında qalan qardaşım deyir, o da bir də görsün, çirk eləyir, buluyur, problem yaşanır. Mən istəyirəm ayrıca ortaqda. Bu tək qardaşdır da, arvadı yuvardır. Mənə lazımdır. Bu hissədə, əgər bu mətbəx hissə ki, biz danışdıq sizlə ki, oranı istəyər otaq eləyər, oğluna verər, istəyər mətbəx eləyər, yemək oturub yeyərlər. Bax, orada bir onun təzə qaz sobası quraşdırılıb və xət ora gəlir. Bir mən ayrıca özüm ödəyəcəm. Özüm nə qədər... Yox, ayrıca heç nə olmayacaq bu həyətdə. O adam, yenə də deyirəm, ruhi xəstədir. Dövlət ona birinci qrup əlilliyi verir. Mən ona etibar eləyə bilmirəm. Suyu siz ödəyirsiniz, su xəttini, su sayğacı sizə yazılır, belə deyək. Elə deyil? Hamısı qazda, suda... Qazda, bax, öz adına yazılacaq. Dairədir işi. Çünki mən də deyir ki, nətər deyəm, təzə ailə quran vaxtı məndə də qaz yox idi. Mən də tokla istifadə eləmişəm ancaq. Coşqun, bax, xahiş eləm. Mən ona dediyimə razılaşan deyirəm. O qaz sobası olmasın, yayda istifadə edən elektrikli o orada. alçaq Ay adamdır. Coşqun. Onlar ki, mən gələm, bax, Yox, o görsən mən alçaq şeylər adamdır. O özünü təmizə tutur. Mən malımı ayırıram. Coşqun. Mən Rafael'lə yoxam. Rafael alçaq Yox, adamdır. gör nə deyirəm. O hər şey dağıdır çəkir. Ay Coşqun, gör nə deyirəm, elektrik plitərindən O da Ay Coşqun. çox. Coşqun, elektrik plitəvi orada qoy, Mən bir ay buranı yeməyizi, ayıracağım. mövsüm Mən yaz gəlir istəyirəm. də. Elektrik plitəvizi... Yürsə də, dağıtsa da xeyri Coşqun, yoxdur. burada prinsipdən deyir ki, biz iş əldə eləmək istəyirik, sən Xeyri işin olsa. yoxdur. Xeyri yoxdur. Qardaş, anar, başva dönəm. İstəmirsən orada elektrik plitəsində bişirəsən? Mən burada deyirəm. Yəni günü bu günləri ora o qaz sobasını istifadə edə bilərsən. Heç vaxt ora qarışmır. Amma evin içinə qazı icazə vermir. Mən Deyir ki, bura yay da gəlir, eləyəcəm. yaz da gəlir. Mən bura eləyəcəm. Qaz sobasını Bilmərəm. yazda, yayda orada istifadə edilir. Ya o Hava damalıyam, ya da normaldır. Bir ay bilmirəm. qalıb da, məsələn, qış vaxtında evə bundan sonra da elektrik plitəsində orada istifadə edilir. Söz bir dəfə. Yeməyi pişirdiniz, bağladınız da. Olmaz elə bir şey. Olar. Olar ay Coşqun. Amma sən də xahiş edirəm, qardaşına intriqa yaratma. Bax, efir çəkilir, bu efirə gedəcək. Bax, nə danışırsa Qoy efir. versin. Sən Mən də də qardaşınla, istəyirəm Ceyhun bəylə intriqa, həyat yoldaşına. Heç Ya, olmaz. o kişi deyil. Ay Coşqun, biz ondan danışmırıq. Biz sən məsələvi həll eləmirsən. Sən yerindən köynələri qabardırsan. Yox. Onda köynələri deyə özünü təmizə Coşqun, çıxardır onda bu ki, formada ha, işlə. sən heç nə eləyə bilmən. Ay Coşqun. Mən üstünlük mənimdir. Ay Mən Coşqun. oranı dedim ki, oranı mən mətbəx eləyəcəm. Mətbəx elə ginəndə elektrik Eləyirəm. plitəsi hələlik Mən proses pulu gözləyirəm. Elektrik Pulun plitəsində. Onun hünəri var, mənə Coşqun, yaxın. mənə eşidirsən Hər şey sən? çıxardıb Eşitmirsən, tökəcəm. mən gedim. Eşidirəm. Elektrik plitəsi deyirəm. Deyirəm, elektrik plitəsi qoy ora, yeməyi eləcdə bişir. Bir ay, yaz gəlir. Yəni niyə görə? Mən də qazdan istifadə etməliyəm. Mən qazdan Bir elektrik plitəsini də verirəm. İki gözlüdür elektrik Mən plitəsi var. lazımdır. Mən lazımdır. Apası soxsun görsün. Niyə demir ki, Bəli, Rafael eşidirəm. qazı Bəli. açıq qoyur gedir. Dəfələrlə mən bağlamışam. Hamı da Allah şahiddir. Təklərin altında divar var. Bu divarla belə kəsib, arada plastik qap pəncərə qoymaq. Bəli, O vaxt belə anam sağlam mebel yığılasıydı ora. bəli. Mən lazımdır. Demişsiniz. Mən cəmaata mən nəzarət edirəm. Bağlaya bilərikmi o çölü? Elə onu mən düşünürüm. Bax, o hissəni... Hə, o plastiklə buranı... Ceyhun bəy, buranı plastiklə bağlaya bilərikmi? Bax, o çöldə yanan qaz... Yox da, o açıq olmalıdır. Orada Münker deyə aşağıda. Yox, o külək vuran yeri deyirəm də. Külək vuran yeri bir dənə forçqalı. Buradan yeri bağlamaq olar, hə, niyə olmaz? Ay Coşqun, bax, bundan artıq nə istəyirsən, qardaş? Mən açıq deyirəm sən, incimə. Bir hissəni deyir, bağlayaram, deyir, plastikdir məndə var. Onun köməkli edir də, qardaş. Bu insan köməkli... Ay Ceyhun, Razılaşmıram. Açdığı işıqları bağlasın. Nətə açıb bağlasın. işıqları da eləyər. Ceyhun bəy, xahiş İşıqları da edirəm, işıqları da bağlasın. kömək eləyəsən bağlamağına. Xahiş Bağlasın. edirəm, ay Ceyhun bəy. Özü söndürür, özü şey eləyir. Axırda mən istəyirəm ki, bu koridorda bir işıq yanmalıdır ya, yox. Mən də arada o kameranın işığı var, azmaz da olsa böyle. Onu qoşuram arada gecələr. Həyat işıqlı olsun deyənə. Dediniz mənə, o günlərdiniz. Ceyhun bəy, xahiş edirəm, o işığı da bir özünüz həll eləyərsiniz. Onu da əncamlı siz çəkin. O işi mənimdir. Yox, söndürməyəcək, Ceyhun. Mənim gücüm yoxdur ödəməyə. Mən də söndürürəm ki, gəldin, getdin, söndür. Hə, deyir, mən deyir, pula görə. Deyir, mən pula görə. Mənim imkanım yoxdur. Hə,
Mən get. Yox, yox, mənim imkanım deyir burada. Mən Mənim imkanım gətir, yoxdur ki, bir yazırdı, mənim imkanım yoxdur ki, çöldə işıq bir yer. İşıq mənimdir, gələndir. Nə yazır? Yaxşı, mən sənə ayda 2 manat verirəm. Bu yazdığı pulu. Burada aqressiya, prinsip, davanın heç bir adı yoxdur, qardaş. Sənin övladın da bu həyətdə böyüyür. Özünüz də qardaşsınız, onun da ailəsi burada yaşayır, qardaş. Yəni kompromis söhbəti var. İndi bu yola gəlin, qardaş. Bəlkə 2 ay, 3 aydan sonra mehribanlığınız daha da yaxşı olacaq, daha da yaxınlaşacaqsınız. Çətin. Daha da coşqun, Çətin. daha da istəyəcəksiniz. O Onun çətin. sənə prinsipi yoxdur, O sənin də çətin. prinsipin olmasın. Çətin. Ondan sonra Tamam, qardaş, bəlkə Tamam, düz gəlin buna. Tamam, gəl. Gətirib evə. çox sağ olun Ceyhun bəy. Təşəkkürlər. Oldu. Sağ olasınız. Sağ olun. 2 dəqiqə gəl bura Coşqun. Hadi imkan ver ya. Sənin 2 kəlmə sözün. Get Vaqiflə danış. Vaqiflə get danış. Gəl. Gəl də gəl. Get, get. Ben anam mənim bir söz deyim. Mən ömür boyu onunla mən yoxam. Olmayacaq. Qardaş, olmadı qardaş. Ailə elə bir ki, qardaş. Qardaş, sən elə bir şəraitin bu, sən bu vaxta qədər O ondan istifadə edə istəyir ki, bilmirsən. mən o alçağın hamballığını eləyəm. Bax, bu isə deyirsən ki, mən bura mətbəx eləyəcəm. Bax, gör nə deyirəm. İstsən mətbəx elə, istəyirsən onun üçün otaq elə, istəyirsən otur gidən burada. Qardaş, hələlik elektrik plitəsidir, yeməkdir, xanım bir dənə pişirdi, 15 dəqiqə, 20 dəqiqə, yarım saat. Yaz gəlir, yay gəlir. Qardaş, bu balaca kiçik bir otaqda həm oturmaq, həm qalmaq, həm nə bilim istirahət eləməyə, həm yemək bişirib onun istiliyindən otura bilməyəcəksiniz. Əksinə orada olmağı yaxşıdır. Bir ay elektrik plitəsindən istifadə eləyin və hətta hava uyğun olarsa qazdan orada istifadə edin. Tamam, bu Başva dönərəm. məsələ Bilirsən, qurban olum sənə. Başva dönəm sənə. Mən səndən razıyım. Mən istəmirəm onların mundar sifətində. daha yaxşı şəraitdir də, eləmi? Bir ay qazın yox idi, orada da qazın olacaq, hamamda da qazın olacaq. Qardaş, prinsiplə bir şey olmur. Siz qardaş danış, özün danış atana. Get Vaqiflə danış ki, biz buradayıq. Yox, lazım. Yox da danış. Mən çöldə işləyirəm səhərə. Mənim işim var çöldə. Yox, siz söhbətiniz edin. Siz söhbətiniz edin. Yəni ki, Oğlu gör nə deyir, mən Vaqif gör nə deyir. ay kişi, yoxdur, get oturun yerimizdə. Coşqun, mən səni anlayıram, qardaş. Mən gedirəm sənin qazsız qalmağındansa, qazdan istifadə edə bilməməyindənsə, həyat yoldaşının, oğlunun, hamamından istifadə edə bilməməyindənsə, sən indi ən azından oradan da istifadə edirsən, orada da sənin artıq indi bu dəqiqə gedib, belə deyək də, onu qazçını o şeyi alaq, borunu bağlayaq ora, sənin qazın var. İndi vəziyyət budur. Bir var sən gedib qonşuda çimisən, duş qəbul edirsən, yeməyi bişirə bilmirsən. İndi orada pişir və yaxud da soyuqdur bu günləri hava. Bir elektrik plitəsində bir gün, 2 gün üzü yaza gedir, yaya gedir. Onsuz da orada pişirin. Onsa burada yayda pişirə bilməyəcəksiniz. Balaca otaqdır bura. Bəlkə Vaqif elə burada qalacaq, rahat, düzdür. Gəlib burada qalınca Vaqifin otağı olacaq. Gün ərzində əyləşin, televiziya yiyin, istirahət eləyin. Bir televizora baxın, axşamlar da Vaqif burada qalsın, burada. Da nə olar ki? Hava soyuq olar, burada pişirərsiniz bir dənə plitka ilə. Onsuz da elə orada mən Bu dava eləməyin adı yoxdur. Şey ifadə Mən dava eləmirəm. demək. Onun aşağıya qarışmağa haqqı yoxdur. Dostum, indi var, yoxdur. O sizin artıq öz məsələmizdir. Mən çalışıram ki, bunu həll edeyim. Mən burada kimin haqlı, kimin haqsız olduğunu çıxarmaq istəmirəm. Mən məhkəmə deyiləm. Mən sadəcə bir vasitəçi olaraq mən kömək eləmək istəyirəm. Onun fikrindən mən razılaşmayacağam. Heç vaxt. Hansı fikri ilə? Elə onundur. Mən əvvəldən də qazımı da, özün görsən, turbamı da. Qazı gətirib bura çəkəcəksən, hə? Çəkilmişəm, qoymuşam hazır. Mən hər şeyimi yığıram bura, bağlayıram. İstəyir burada 50 dərəcə istidə olsa, mən burada pişirəcəm, burada da yiyəcəm, keçəcəm otağıma. Ondan nə salamım, nə sağ olun.